keçən bu 2 gün ərzində yaxşı mənada təsirləndim. Qeyri-hökumət təşkilatlarının nümayəndələrinin öyrənmə həvəsindən, suallarla məni yaxşı mənada yordular. Çox interaktiv formada keçirildi təlimlərimiz. Elə suallar olurdu ki, mən onu hətta qeyd edirdim özümdə gələcək təlimlərdə istifadə eləmək üçün. Həm кейslərdə aktiv iştirak etməkləri, həm ümumiyyətlə fərqli, deyək ki, sahələrdən gəlməkləri auditoriyanı çox müxtəlif, çox inklüziv və fərqli eləmişdik. Bu da müzakirələrin əhatə dairəsini və konstruktivliyini artırırdı ki, bəzən qeyri-hökumət təşkilatlarının birinin verdiyi suala hətta digərləri cavab verirdi. Bizim təlimimizdə elə bir sinerji yaranmışdı. Buna görə qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə xüsusi olaraq təşəkkür edirəm ki, bir çox sahələrdə olduğu kimi dövlətimizdə bu sahədə də vətəndaş cəmiyyətinin inkişafına təsir edən bu cür qeyri-hökumət təşkilatları kimi vacib bir elementin belə bir təlimlərdən keçirilməsini təmin edirlər ki, bu da onların gələcəkdə donorlara təqdim edildikləri layihələrin keyfiyyətini artıracaq və vətəndaş cəmiyyətinin inkişafına daha müsbət və konkret təsirlər və nəticələrlə özünü göstərəcəkdir. Uğurlar arzu edirəm bütün qeyri-hökumət təşkilat nümayəndələrinə və bu proqramın təşkilində əziyyət çəkən hər kəsə təşəkkür edirəm.